İndi isə hardayıq biz Lahıcda. Özdəki elə belə gəlməmişik. Biz qonaq gəlmişik. Deyilənə görə bunun suyunu içəm. Ərə gedin və Ya az nə çox 3 dəfə. Olsun. yolun açıq olsun. Lahıc 7 dağın ortasında yerləşdiyinə görə burada 7 hamam, 7 məhəllə və 7 məscid var. Bəlkə də 7 rəqəmi Lahıcılar üçün çox müqəddəs və dəyərli bir rəqəmdir. Bilmək olmaz, amma mən bunu soracağam. Nəyə görə 7? O bilmirəm, o 7 nəsə bizlər üçün müqəddəs sayılır o 7. Bura Ərəgit kəndidir. Daha çox Lahıcı gələn turistlər o gördüyünüz ənənəvi yerdə gəzirlər. Bura çox adam gəlmir. Amma əsl gəlinəsi yerlə buradır. Çünki ən qədim evlər, elə insanlar məhz burada yaşayırlar. Ərəgit sözünün mənası ola bilər ki, ər igid olsun və yaxud da ki, ərəgit olsun. Biz bunda soruşacağıq. Lahıc dilində cirt söhbəti deməli dairə deməkdir. Yəni dairə yerində yerləşiblər. Kənd eləncə olub. Mən də elə bilirdim ərə getdi. Sevinmişdim. Mən uşaq vaxtı olanda ən sevdiyim iş buydu. Sən paparazzisən, nəsən, cəsussan sən. Bu evdə uzun zamandır heç kəs yaşamır. Bax belə boş qalıb və deyilənə görə bu evin sakinləri var. Və onlar ruhlardır. Amma bu doğrudur yoxsa yox, onu da öyrənəcəyik. Yox, niyə qalır? Köylərdə gəzirlər özləri üçün orada-burada keyf edirlər. Gətirdilər sizə sən. Xoş Mori, Löhiş.